Bəzi şahidçilər, xoş gördük hər birinizi. Bu günlər biz düz xətli bərabər təcil hərəkət bölünməsindən olan ətraflı cavab tələb olunan testlərin həllərinə baxacaq. Başlayaq birinci sualımızdan. Sükunət vəziyyətindən 4 sm bölünsün saniyə kvadrat təcil hərəkətə başlayan avtomobilin 5-ci dəqiqənin sonundakı sürətini hesablayın. Sükunət vəziyyətindən deyirsə, deməli bizim başlanğıc sürətimiz 0-a bərabərdir. Bu zaman V bərabər olur A vurulsun T. Elə deyilmi? Təcilimiz 4 sm bölünsün saniyənin kvadratıdır. Biz onu metr bölünsün saniyə kvadratına çevirsək olacaq 0,4. 5 dəqiqəni da saniyə çevirəcəyik. Olacaq 300 saniyə. Bərabər olacaq 12 metr bölünsün saniyə. Sürəti 2t plus 3 tənliyi ilə verilmiş cismin təcilinin proyeksiyasının zamanla asılılıq qrafikini çəkin. Deməli, biz bilirik ki, təcil vahid zamanda sürət dəyişməsinə bərabərdir. Yəni, bir kəmiyyəti biz zamana böləndə nə edirdik? Törəməsini tapırdıq. Buranda isə altda qalan fiqurun sahəsini. Elə deyilmi? A bərabərdir delta V bölünsün delta T. Və yaxud da V-nin zamana görə törəməsi. Bu zaman biz o ifadədən törəmə alarıq. 2 plus 3, 2T plus 3 bərabər olacaq törəməsi, 2T-nin törəməsi 2, 3-ün də törəməsi 0. Deməli, təcilimiz bərabər oldu 2-yə. Və ya ifadənin özünü yazıram. Bu üsulla da yaza bilərik. 2t plus 3. Buradan V bərabərdir nəyə? Sürətin düsturunu yazacaq olsam V0 plus AT. İndi nəyə baxırıq? Görürük ki, T'nin qarşısında duran bizə nə verir? Təcili. Yenə təcilimiz görürük ki, 2-yə bərabərdir. Yəni, təcilimiz zamanla asılılığı müsbət 2-dən sabit olmuş olacaq. Yer dəyişməsi Sx bərabərdir 2t plus t kvadratı tənliyi ilə ifadə olunan cismin sürətinin proyeksiyasının zamanla asılılıq qrafikini çəkin. Yolun, yer dəyişməni və ya koordinatın zamana görə birinci tərtib törəməsi bizə nə verir? Sürəti vermiş olur. İkinci tərtib törəmə isə təcili verir. Aha, biz indi bu ifadədən törəmə alacaq olsaq, Sx bərabərdir 2t plus t-nin kvadratı. 2t-nin törəməsi olacaq 2, t kvadratının törəməsi olacaq 2t. Buradan alanında ki, sürətin ifadəsi V bərabərdir 2 plus 2t. Sürətin bəs öz düsturu necə idi? Bərabər yeniləşən hərəkətli tənliyimizə də baxanda görürük ki, V0 üstə gəlinsin AT. Elə deyilmi? Aha, deməli, indi sürətin zamandan asılılığı, başlanğıc sürətimiz neçədir? 2. Başlanğıc sürətimiz 2-dir. Zamanın yerinə 1 saniyə yazacaq olsaq, bu zaman olacaq 2 üstə gəlinsin 2 bərabərdir 4. Deməli, zamanımız 1 saniyə, 1 saniyədən sonra sürətimiz oldu nə qədər? 4. Qrafikini də bu şəkildə yaza bilərik. Baxıram 4-ə. V bərabərdir. V0x bərabər 4 metr bölünsün saniyə başlanğıc sürəti ilə düz xətli bərabər təcili hərəkət edən cismin koordinatının zamanı asılı qrafiki verilmişdir. Koordinatın ən böyük maksimal qiymətini hesablayın. Xm də yaza bilərsiniz, Sx də yaza bilərsiniz, fərq yoxdur. Cisimimiz nə edir? X oxu istiqamətində yavaş hərəkət edir. Deməli, son sürəti 0-a bərabərdir. Elə deyilmi? Bu zaman Xm bərabər olur nəyə? Deməli, V0 t bölünsün 2-yə bərabərdir. 4 vurulsun 3 bölünsün 2 olacaq 6 metr. Ax bərabərdir mənfi 6 metr bölünsün saniyə kvadrat təcil ilə düz xətli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Koordinatın ən böyük xm qiymətini hesablayın. Aha, x bərabərdir, xm bərabərdir a t kvadratı bölünsün 2 düsturunu biz bilirik. Elə deyilmi? Təcilin burada mənfi 6 olması cismin x ox istiqamətdə bərabər yavaşlayan hərəkət etdiyi üçün uşaqlar. 6 vurulsun 2-nin kvadratı bölünsün 2 bərabər olacaq deməli 12 metrə.
Hərəkəti x bərabərdir 5 plus 3t plus 2t kvadratı tənli ilə ifadə olunan cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin. Biz dedik ki, x bərabərdir 5 plus 3t plus 2t kvadratı tənliyində uşaqlar t kvadratının qarşısını hər zaman koordinatın tənliyində 2'yə vururduq. Bu bizə nə verirdi? Təcili. Çünki x bərabərdir x0 üstə gəlinsin v0 t üstə gəlinsin at kvadratı bölünsün 2'dir. Elə deyilmi? Təcil deməli burada 4 imiş ki, baxın bu 2 ilə burada ixtisar gedəndə neçə qalır? 2t kvadratı qalmış olur. Elə deyil. Aha. Və ya koordinatın zamana görə birinci tərtib törəməsi bizə surəti, ikinci tərtib törəməsi bizə nə verir? Təcili vermiş olur. Yəni ki, koordinatdan 2 dəfə törəmə alacaq olsaq, yazacaq 5 plus 3t plus 2t'nin kvadratı bərabərdir. Bərabər qoymuram, elə buradan yazıram. A bərabər. 5'in törəməsi zaten 0 verir. Bu getdi. 3t'nin törəməsi 3 verir. 3'dən də qayıdıb bir dəfə törəmə alanda bu da olacaq nə? 0. Çünki dedik 2 dəfə törəmə alacaq. Elə deyilmi? İkinci tərtib törəməsi bizə təcil verir. 2t kvadratının törəməsi eləyəcək 4t. 4t'dən də bir dəfə törəmə alanda yenə bizə verəcək deməli 4'dür. Həqiqətən də gördük ki, təcilimiz 4'ə bərabərdir. Təcilin proyeksiyasının zamanla asılı qrafiki də olacaq. Təcil müsbət 4'dən sabit. İdmançı 4 saniyə ərzində 10 metr bölün saniyə sürətlə, sonraki 6 saniyə ərzində 13 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. İdmançının orta sürətini tap. Ümumiyyətlə, orta sürəti məsələləri bəzən qarışıq gələ bilər, amma ən asan və rahat yolunu yazıb göstərirəm. V orta bərabərdir. S ümumi bölünsün T ümumi. Yol neçə hissədən ibarətdir? 2. Yazacağım. S1 plus S2 bölünsün T1 plus T2. Aha. İndi mən görürəm ki, baxın, zaman var, sürət var. Zaman var, sürət var. Məsələnin şərtinə baxanda görsənir. Nə yoxdur? S. Yəni gedilən yolumuz yoxdur. Elə deyilmi? V bərabərdir. S bölünsün T düsturunu kənarda yazıram. Hansı kəmiyyət yoxdursa məsələnin şərtində onu tapıram. Buradan S bərabər olur nəyə? VT-yə. Düzdür? İndi gətirib baxın, burada S1 və S2'nin yerinə VT yazacağım. Yəni olacaq orta sürətin düsturu. V orta bərabərdir. S1'in yerinə V1 T1 üstə gəlinsin. S2'nin yerinə V2 T2 bölünsün T1 plus T2 bərabərdir. V1'imiz 10'dur. T1'imiz 4 üstə gəlinsin. V2'miz 13, T2'miz 6 bölünsün 4 plus 6 bərabərdir. 40 üstünə 78 gələndə eləyəcək 118 bölünsün 10 bərabərdir 11,8. Avtomobil yolun birinci yarısını 10 metr bölünsün saniyə sürətlə, ikinci yarısını isə 15 metr bölünsün saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini tapın. Şöyle birinci yarısı yəni S1 bərabərdir 2'də 1. İkinci yarısına nə qədər qalır? 2'də 1. Deməli yollar bir-birinə bərabərdir. Elə deyilmi? Bu zaman bizim xüsusi haldan olan düsturlarımız var idi. V orta bərabərdir. Yollar bərabər olardısa 2V1 V2 bölünsün V1 plus V2. Yəni 2 vurulsun 10 vurulsun 15 bölünsün 10 plus 15 bərabər olacaq 300 bölünsün 25 o da olacaq 12 metr bölünsün saniye. Avtomobil deməli yolun birinci 3'də 1 hissəsini 10 km bölünsün saat sürətlə. İkinci 3'də 1 hissəsini 60 km bölünsün saat sürətlə. Üçüncü 3'də 1 hissəsini isə 30 km bölünsün saat sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Görəndə biz yenə baxırıq ki 3'də 1, 3'də 1, 3'də 1. Deməli gedilən yollarımız bir-birinə bərabərdir. Bu zaman sürətin biz belə bir düsturunu öyrənmişdik orta sürətin. 3 yolun bərabər hissəsi üçün 3V1 V2 V3 bölünsün
V1, V2 üstə gəlinsin V1, V3 üstə gəlinsin V2 vurulsun V3 bərabərdir. Yazacağım indi. 3 vurulsun 10 vurulsun 60 vurulsun 30 bölünsün V1, V2. Yəni V1'i V2'ye vuracağım. Elə deyilmi? Onu vuracağım 60'a. Olacaq 600. Üstə gəlinsin. V1, V3. Onu vuracağım 30'a. Olacaq 300. Üstə gəlinsin. V2, V3. 60'ı vuracağım 30'a. Edəcək 1800. Bərabərdir. Aha, 3'ü 10'a vuranda 30. 30'u 60'a vuranda 1800. 1800'ü də 30'a vuranda eləyəcək 54.000. Bölünsün. 600'ün üstə 300 gələndə 900. 900'ün üstünə 1800 gələndə 2700. 2 sıfırımız buradan ixtisar gedir. 540'ı da 27'ye böləndə düşəcək 20 kilometr. Bölünsün saat. İki maddi nöqtənin hərəkət tənliyi x1 bərabərdir 2t və x2 bərabərdir 4t kvadratı şəklindədir. Hərəkətə başladıkdan 2 saniyə sonra ikinci nöqtənin birinciyə nəzərən sürətinin modulunu hesablayın. Yazıram birinci cismin koordinatının tənliyini x1 bərabərdir 2t. Uşaqlar dedik koordinatın zamana görə birinci tərtib törəməsi bizə sürəti verir. Zaten bu x bərabərdir vt tənliyi deməkdə. Bu hansı hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Burada bizim sürətimiz nə qədərdir? 2 metr bölünsün saniyədir və zamana görə deməli nə eləməyəcək? Dəyişməyəcək. Birinci cisim, yəni öz belə desək, ab havasında 2 metr bölünsün saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. İndi baxıram ikinci cisimə. x2 bərabərdir 4t-nin kvadratı. Bəs bu hansı hərəkətin tənliyidir? Əlbəttə ki, bərabər təcilli hərəkətin. Burada artıq sürət yox, təcil sabitdir. Və görürük ki, başlanğıc sürətimiz yoxdur. Deməli, cisim sükunət vəziyyətindən hərəkət edib. Elə deyilmi? Bu zaman V bərabərdir AT düsturunu yazaram. Təcil nəyə bərabərdir? T kvadratının qarşısını 2'ye vururduq. 8 vurulsun. Zamanı da bizə şərtdə 2 saniyə sonra deyir. Olacaq 16 metr bölünsün saniyə. Deməli, 2 saniyə sonra birinci cismin sürəti yenə 2 metr bölünsün saniyə oldu. Amma ikinci cismin sürəti bərabər yeniləşən hərəkət etdiyi üçün 16 metr bölünsün saniyə oldu. Elə deyilmi? Bu zaman indi ikinci cismin birinciyə nəzərən sürətini soruşur. Nəzərən sürətlər ümumiyyətcə yadda saxlayır ki, dedik hər zaman sıxılır. Sadəcə x ox istiqamətdə və əksin olmasına görə mənfi işarəsi digər mənfini müsbət edir. Yəni yazacağım nə? 2 çıxılsın 1 bərabərdir. 16 çıxılsın 2 olacaq 14 metr bölünsün saniyə. X oxuzura hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 6 saniyə müddətində cismin orta sürətini hesablayın. Biz dedik sürət və zaman altında qalan fiqurun sahəsi bizə gedilən yolu və ya yer dəyişməni verir. Elə deyilmi? Burada qalan fiqurumuz trapesiyadır. Trapesiyanın sahəsi S bərabərdir nəyə? A plus B vurulsun H bölünsün 2 düsturu ilə tapılır. İndi buradan biz trapesiyamızın sahəsini tapaq. A'sı gördüyümüz kimi 16'dır. Üz istəyirəm 6. Deməli, üstə gəlsin. B'si 2'dən 5'ədir. Neçə eləyəcək? 3 vurulsun. Hündürlüyü V oxuna baxırıq. Yəni sürət qrafikinə baxırıq. 20 bölünsün 2. 9'u 20'ye vuranda 180 bölünsün 2 olacaq 90 metr. Deməli, ümumi gedilən yolumuz nə qədər oldu? 90 metr. İndi orta sürətin düsturunu yazıram. V orta bərabərdir. S ümumi bölünsün T ümumi. Bərabərdir. 90 bölünsün. Ümumi zamanımız 6 saniyədir. 6 bərabər olacaq 15 metr bölünsün saniyə. Cismin hərəkət tənliyi x bərabərdir t kvadratı minus 6t plus 12 şəklindədir. Cismin dayandığı andakı koordinatını hesablayın. X bərabərdir t kvadratı çıxılsın 6t plus 12. Cismin dayandığı andakı koordinat. Uşaqlar, əgər bu cisim dayanırsa zaten bunun biz deyə bilərik ki, son sürəti 0'a bərabər olacaq, elə deyilmi? Bu zaman biz tormoz müddətinin düsturunu bildik ki, V0 bölünsün A.
bərabərdir. Əgər istəsəz bu koordinatın tənliyini nə edə bilərik? Biz törəmə ala bilərik koordinatdan zamana görə. Birinci tərtib törəməsi bizə sürəti verir. Bu tənliyi törəmə aldıqdan sonra sıfıra bərabər elib t-ni də tapa bilərsiniz. Dayanma müddətini oradan. Çünki son sürət sıfıra bərabərdir. Törəmə alandan sonra sıfıra bərabər eləmək lazımdır. Çünki sürət sıfıra bərabər olacaqdır. Və yaxud elə birbaşa tormoz müddətinin düsturundan yaza bilərik ki, t tormoz bərabərdir V0 bölünsün A. V0'mız 6'dır t-nin qarşısında olan. Təcilimiz isə t kvadratın qarşısını 2'yə vururuq. Bərabər oldu 3'ə. İndi bu 3'ü aparıb, baxın bu tənlikdə biz t'lərin yerinə qoyacaq. Yəni x bərabər olacaq. 3'ün kvadratı çıxılsın, 6 vurulsun, 3 üstə gəlinsin, 12. Bərabər. 3'ün kvadratı 9. 9'dan deməli çıxırıq mənfi 18'ini olur mənfi 9. Üstünə də 12 gələndə olacaqdır müsbət 3 metr. Deməli cismin son koordinatı oldu müsbət 3 metrin üstündə. Yəni x oxunun üzərində bura 0'dırsa, bura 3'dürsə cisim baxın gəldi burada dayandı. Cismin hərəkət tənliyi x bərabərdir mənfi 10 plus 8t minus t kvadratı şəklində. Cismin dayandığındakı koordinatını hesablayın. Yenidən əgər bu cisim dayanırsa dedik son sürəti sıfıra bərabərdir. Tormoz müddətini tapırıq. T tormoz bərabərdir nəyə? V0 bölünsün A. V0 nə qədərdir? 8. Təcilimiz t kvadratının qarşısını 2'yə vururuq. 2 bərabər oldu 4 saniyə. Deməli bu cisim 4 saniyədən sonra dayanacaqdır. Artıq aparıb baxın t'nin bu aldığımız qiymətini koordinatın tənliyində yerinə qoyuruq. X bərabərdir mənfi 10. Üstə gəlinsin. 8 vurulsun 4 çıxılsın. 4'ün kvadratı eləyəcək 16. Bərabərdir. 8'i 4'ə vuranda 32. 32'dən 16'sını çıxanda neçə eləyəcək? 16 üstünə də mənfi 10 gələndə eləyəcək müsbət 6 metr. Deməli bu x oxudursa bura koordinat başlanğıcı, bura 6 metr olsa cismin son koordinatı. Yəni gəldi x oxunun üzərində 6 metrin üstündə dayanmış oldu. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikini çəkin. Sürət zaman qrafikinə biz baxanda görürük ki, başlanğıc sürətimiz mənfi 1v0'dan başlayıbdır, elə deyilmi? Və sürət qrafiki sıfırdan uzaqlaşır. Deməli x oxunun əksinə bərabər yeniləşən hərəkət edir. Bizdən də yer dəyişmənin zamandan asılılıq qrafikini soruşur. Sürətin mənfi olduğuna görə uşaqlar bildim ki, deməli hərəkət x oxunun əksinədir. Sıfırdan da uzaqlaşırsa deməli yeniləşən hərəkətdir. Yəni qrafikimiz olacaq bu şəkildə. X oxu ilə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. 4-cü saniyənin sonunda cismin sürətini tapın. Başlanğıc sürətimiz sıfıra bərabər. Deməli cisim sükunət halından hərəkət edib. Elə deyilmi? Aha. Əvvəlcə biz burada nə etməliyik? Məsələnin təcilini tapmalıyıq. Başlanğıc sürətimiz 0. Qrafika baxanda görürük başlanğıc koordinatımız 0. X bərabərdir x0 plus v0 t plus at kvadratı bölünsün 2. x0 0 v0 t bunlar sıfıra getdi. Yerdə nə qaldı? X bərabərdir at-nin kvadratı bölünsün 2. Buradan a-nı tapacağım. Nə olacaq? 2x bölünsün t kvadratı. A bərabərdir 2 vurulsun 64 bölünsün 4'ün kvadratı eləyəcək. Deməli 16. Yəni 2 vurulsun 64 bölünsün 16 bərabərdir. 64 ilə 16 ixtisar edər. Burada qalar 4. 2'nin 4'ə vuranda olacaq 8. Təcil tapdıq ki, təcil 8'ə bərabərdir. Aha. İndi başlanğıc sürətim də 0'a bərabər olduğuna görə v bərabərdir at yaza bilirəmmi? Yaza bilirəm. Təcil 8, zaman isə 4 saniyə verir. Cavabımız olacaq 32 metr bölünsün saniyə. X oxu ilə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki vermişdir. Hərəkətin ilk 9 saniyəsində cismin SX yer dəyişməsinin proyeksiyasının modulunu hesablayın və SX yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikini
Çəkin. Biz bildik ki, sürət və zaman altında qalan fiqurun sahəsi bizə nə verir? Gedilən yolu və ya yer dəyişmə. Burada bizim 3 dənə balaca, deməli, düzbucaqlı üçbucağımız var uşaqlar. Baxın, fiqurun biri də bu düzbucaqlı üçbucaqdır, ikincisi, üçüncüsü isə buradan bu tərəfə olandır. Və bu şəkildə. Hər üç fiqurumuzun ayrı-ayrılıqda gəlin sahəsini tapaq. Əvvəlcə cisimimiz x ox istiqamətində bərabər yavaşyan hərəkət edir. Sürət müsbətdir. Sıfıra yaxınlaşdığı üçün deməli x ox istiqamətdə bərabər yavaşyan hərəkət edir. S1-i tapıram. S1 bərabərdir 2-də 1 AB bərabərdir. 2-də 1 vurulsun 6 vurulsun 3 oldu 9 metr. Deməli cisim x ox istiqamətində getdi 9 metr məsafə qət edib dayandı. İndi S2-yə baxıram. S2 bərabərdir 2-də 1 AB bərabərdir 2-də 1 vurulsun. A-sı neçədir? -6. B-si isə 3-dən 6-ya qədər zaman intervalında nə qədər olacaq uşaqlar? Deməli 3 saniyə olacaq da. Vurulsun -6 vurulsun 3 bərabərdir -9 metr. Artıq cisim x ox istiqamətdə 9 metr getdi, əvvəlcə dayandı. Daha sonra isə x oxun əksinə 9 metr yeniləşən hərəkət elədi. Üçüncü zaman intervalında isə 2-də 1 AB. Sürət mənfidir, qrafikına baxanda görürük. Və nə edir? Sıfıra yaxınlaşır uşaqlar. Görürsünüz? Sürət sıfıra yaxınlaşır. Deməli, x oxun əksinə bərabər yavaşyan hərəkət edir. 2-də 1 vurulsun. A-sı yenə -6 vurulsun 3-dən 6-dan 9-a qədər zaman intervalı 3 saniyə. Bərabər oldu yenə nəyə? -9 metrə. Deməli, bu cisimimiz x ox istiqamətdə 9 metr getdi. Daha sonra isə x oxunun əksinə 18 metr qayıtdı. 9 metr bərabər yeniləşən hərəkət elədi. 9 metrdə bərabər yavaşyan hərəkət elədi. Aha. İndi Sx yer dəyişməni tapanda necə tapırdı uşaqlar? Mənfiləri nəzərə alaraq toplardıq. Elə deyilmi? Amma yolu tapanda hamısını modulda toplayırıq. İndi bizdən yer dəyişməni soruşur. 9 üstə gəlinsin nə? -9 üstə gəlinsin -9. Bərabər elədi deməli. 9 üstə -9 gələndə 0 oldu -9 metr. Deməli yer dəyişməmiz nə qədər oldu? -9 metr olmuş oldu. İndi bizdən istədiyi odur ki, biz yer dəyişmənin proyeksiyasının zamandan asılılıq qrafikini çəkək. Sx-in zamandan asılılıq qrafik. Aha. Deməli fikir verib bura. Əvvəlcə x ox istiqamətdə neçə metr getdi? 9 metr gedib bərabər yavaşyan hərəkət eləyib dayandı. Deməli bura bizim 9 metrimizdir. Neçə saniyə hərəkət elədi? 3 saniyə. 0-dan 3-ə qədər. Daha sonra x oxunun əksinə yeniləşən hərəkət. Yəni növbəti 3 saniyə müddətində, 6 saniyə müddətində. Növbəti 3 saniyə isə x oxunun əksinə bərabər yavaşyan hərəkət etdi. Yəni küsüb gedən qrafikimiz burada oldu 9. 9-cu saniyəni. Qrafik olaraq da şəkil olacaq bu formada. Yerə nəzərən sürətləri uyğun olaraq 3V və V olan iki cisim eyni istiqamətdə bərabər sürətlə hərəkət edir. Hər birinin, deməli, hər iki cisimin sürətini 2 dəfə artırsaq, birinci cisimin ikinciyə nəzərən nisbi sürəti necə dəyişir? Əvvəlcə uşaqlar, eyni istiqamətdə bu 3V sürəti ilə gedir, bu da V sürəti ilə gedir. İndi biz birinci nə eləməliyik? Bunların nəzərən sürətini tapmalıyıq. V1-in 2-yə nəzərən sürəti. V1 çıxılsın V2 bərabərdir 3V çıxılsın V oldu 2V. Elə deyilmi? İndi isə bunların hər birinin yerə nəzərən sürətini 3 dəfə artıranda, 2 dəfə artıranda bu olacaq 6V, bu isə olacaq 2V. Düzdür? Bu zaman V1 V2 bərabər olacaq V1 minus V2. Yəni 6V çıxılsın 2V bərabərdir 4V'yə. İndi əvvəlcə nəzərən sürətimiz 2V idi, daha sonra isə oldu 4V. Necə dəyişdi? Əlbəttə ki, 2 dəfə artmış oldu. Cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 0T1 və T2, T3 zaman aralığına uyğun əyrilər parabolanın qollarıdır. Bu cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikini
çəkin. Deməli, bizdən sürətin zamandan asılılıq qrafikini istəyir uşaqlar. V'nin T'dən asıllığını. Biz zamanın 0-T1 intervalında nə görürük? Görürük ki, cisimimiz x ox istiqamətində bərabər yavaşlayan hərəkət edir. X ox istiqamətində hərəkət edirsə, deməli, sürət müsbət olmalıdır və sıfıra yaxınlaşmalıdır. Daha sonra gedilən yolun yer dəyişmənin koordinatın sabit olması sürətin sıfıra bərabər olması deməkdir. Baxın, koordinatımız sabitsə, deməli, biz bir nöqtədə durmuşuq. Bu zaman bizim sürətimiz varmı? Əlbəttə ki, xeyr. Deməli, sürətimiz sıfıra bərabərdir. Sürət olacaq 0. Daha sonra isə T2, T3 intervalında isə x oxun əksinə yeniləşən hərəkət edir. Əksinə gedirsə sürət mənfidir və sıfırdan deməli nə eləməlidir? Uzaqlaşmalıdır. Yəni 0 T1, bura T2, bura isə yazırıq T3. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin təcilinin proyeksiyasının zamandan asılılıq grafikini çəkin. Uşaqlar, təcil hansı düsturla tapılır? A bərabərdir delta V bölünsün delta T. Vahid zamanda sürət dəyişməsi. Elə deyilmi? Və yaxud da ki, delta V'ni baxın, qrafikdə delta V'ni delta T'yə böləndə bizə nə verir? Bucağın tangens alfasını vermiş olur. Elə deyil, qarşı katetin bitişik kateti olan nisbəti. Tangesdə bilir ki, bucaqdan düz mütənasib asıldır. Hansı xətt daha kəskin qalxarsa, orada vahid zamanda sürət dəyişməsi daha böyük olar. Bunun üçün də təcili nə edəcək? Daha böyük olmuş olacaq. Biz görürük ki, 1-2-dən birinci, ikinci və üçüncü hesab 1-2-yə nisbətən daha kəskin qalxıb, 2 isə 3-ə nisbətən. Bu zaman təcilin zamandan asılılığı əvvəlcə müəyyən bir böyük qiymətdən, daha sonra biraz kiçilir, daha sonra isə biraz kiçilir. Yəni, bura uyğun olacaq T1, bura T2, bura isə T3. Sükunət vəziyyətindən x ox üzrə hərəkətə başlayan cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hərəkətin təcilinin proyeksiyasını hesablayın. Sükunət vəziyyətindən deyirsə, deməli, başlanğıc sürətimiz sıfıra bərabərdir. Bu zaman x bərabərdir x0 üstə gəlsin v0t üstə gəlsin at kvadrat bölünsün ki, v0 sıfıra bərabərsə x nəyə bərabər olur? Yerdə qalır x0 üstə gəlinsin at kvadratı bölünsün ki, x neçədir? 15. 15 bərabərdir. Başlanğıc koordinatımız 5'dir. Qrafika baxanda görsənir. Üstə gəlinsin. A vurulsun. 5-dən 15'ə qədər getdiyi zaman intervalında götürürük. 10 saniyə. 10 kvadratı bölünsün ki, 5 bərabərliyin sonuna mənfi keçir. Olur 15'dən 5'in çıxanda 10 bərabərdir. Olur 100 A bölünsün 2 bərabərdir 50 A'ya. Düzdür. Buradan da sıfırlar gedir. A bərabər olur deməli 0,2 metr bölünsün saniyənin kvadratı. Sükunət vəziyyətindən V0 yenə sıfıra bərabərdir. X ox üzrə hərəkətə başlayan cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Hərəkətin təcilinin proyeksiyasını hesablayın. Yenə x bərabərdir x0 üstə gəlinsin at kvadratı bölünsün ki, V0t dedik zaten sıfıra gedir. Düzdür? X0'miz neçədir? 5'dir bərabərdir. X'imiz 25 üstə gəlinsin təcili bilmirik. Zamanımız 10'un kvadratı bölünsün ki 20 bərabər olacaq 50 A'ya. A da bərabər olacaq 2'ni 5'ə böləndə düşəcək 0,4. Avtomobil yolun üstə 2 hissəsini 4 metr bölü saniyə sürətlə, qalanını isə 6 metr bölü saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini tapın. Orta sürətin dedik düsturunu indirik. Baxırıq ki, 2 hissədən ibarət yazıb. Elə deyil uşaqlar. Bu zaman biz baxın S1 bərabərdir bu qədərdir. Qalanını deyirsə S2 nə qədərdir bəs? Əlbəttə ki 3'də 1 qədərdir də. V1'i bizə verib 4, V2'ni də bizə verib 6, S1'i də burada qeyd etdik. İndi V orta bərabərdir
S ümumi bölünsün T ümumi beraber olacaq nəyə? S1 üstə gəlinsin S2 bölünsün T1 plus T2. İndi mən şərtə baxanda görürəm ki, bizim V'miz var. Məsələmizin şərtində S'lərimiz var. Nə yoxdur bəs? T yoxdur. Bu zaman sürətin düsturunu yazıram. V bərabərdir S bölünsün T. Hansı kəmiyyət yoxdursa dediyi onu tapmaq lazımdır. T bərabərdir S bölünsün V. İndi bu zaman artıq T'nin ifadəsini gətirib burada yerinə qoyub nə eləmək lazımdır? Əvəzləmə etmək lazımdır. Orta sürətim olacaq. V orta bərabərdir. S1 üstə gəlinsin S2 bölünsün. T1'in yerinə nə yaza bilərəm? S1 bölünsün V1 üstə gəlinsin T2'nin yerinə bəs S2 bölünsün V2 bərabərdir. S1'im 3'də 2 idi. Üstə gəlinsin S2'im 3'də 1 bölünsün. S1'in yerinə yazdım. 3'də 2 bölünsün. 3'də 2 bölünsün. V1 neçədir? 4. Plus V2'im 6'dır. S2'im də 3'də 1. Elə deyilmi? Bərabər olacaq. Kəsirin sürəti bizə 1 verəcək uşaqlar. İndi bu ifadəni sadələşdirəcək olsaq 3 düşür məxrəcə olur 12'də 2, o da eləyir 6'da 1. 6'da 1 üstə gəlsin. Bu ifadədə də 3 düşəcək kəsirin məxrəcinə olacaq neçə? 18'də 1 bərabərdir. 1 bölünsün 18'i 6'ya böləndə 3, ortaq məxrəc 18'in özüdür. 1'ə vuranda 3 üstə gəlinsin 1 bərabər olacaq. 18'də çıxırmı yuxarı? Çıxır. Bölünsün 4 bərabərdir. 18'də 4'ə böləndə 4. 2 qalıq qalır. 0 artırıq, tam artırıq. Deməli 0 eləsək olacaq 4,5. İki yüzgüsü eni 40 metr olan çayın bir sahilinin o nöqtəsindən digər sahilinə üzür. Çayın axın sürəti deməli üzgüçlərin suya görə sürətinin vektorları şəkildə göstərilmişdir. Üzgüçlərin sahilə çatdıqları deməli nöqtələr arasındakı məsafəni hesablayın. Uşaqlar, əvvəlcə biz bu üzgüçlərin x və y ox üzrə sürətlərinin proyeksiyalarına baxmalıyıq. Biz görürük ki, birincinin x ox üzrə heç bir proyeksiyası yoxdur, sıfıra bərabərdir. Amma ikincinin isə x ox üzrə sağa doğru nədir? Bir dama deməli proyeksiyası var. Gəlin bunu biz bu şəkildə azca böyüdək. Deməli biraz sərqəst oldu. Üzürü sayarsınız. Aha, oldu bu şəkildə. İndi uşaqlar, burada vektorların sürüşdürülmə qaydasından istifadə edəcəyik. Biz necə yəni sürüşdürülmə qaydası? Baxın. Çayın vektorunun uzunluğu bir damadır. Düzdür? Bu vektorun sonunu gətirib birləşdirib bunun başlanğıcına. Deməli, bir nöqtəsi çıxacaq, baxın, buradan. Daha sonra çayın vektorunu gətirib birləşdiririk ikinci, bu biraz solğuncu oldu rəngimiz. Aha. İkinci vektorun uc nöqtəsinə. Elə deyilmi? İndi baxırıq. İkincinin x ox üzrə sağa doğru bir daması var. Düzdür, elə deyilmi? Özü sanki meyillidir də sağa doğru. Bir dama da onu neynəyəcək? Çay aparacaq. Yəni x2 gəlib hardan çıxacaq? Bax, bir dama özü sağa gəldi. Bir dama da bunu irəliyə doğru çay gətirəcək olsa, 2 də gəlib buradan çıxacaq. Və şərtdə bizə deyir ki, bölgə arasındakı məsafə bərabərdir və bura 40 metrdir. Əgər mənim bu 4 dənə məsafəm 40 metrdirsə, bunlar arasında olan bu iki məsafəm də olacaq 20 metr. Düz xətt boyunca bərabər təcili hərəkət edən cismin yer dəyişməsinin modulunun zamandan asılıq qrafiki verilmişdir. Cismin başlanğıc sürətini hesablayın. Aha, biz burada baxırıq uşaqlar. Deməli, yer dəyişmənin modulunun zamandan asılıq qrafikini verir. Başlanğıc sürəti bizdən soruşursa, deməli burada bizim başlanğıc sürətimiz mütləq ki 0-dan
fərqlidir, elə deyilmi? Sıfırdan fərqli olan başlanğıc sürətimizi soruşur. İndi biz burada bunu necə yazarıq? Bu hansı düsturuna yazarıq? S bərabərdir V0T üstə gəlinsin AT kvadratı bölünsün 2. Düzdür? Burada sistem tənliyindən yazsaq daha rahat olacaq. Yəni bunu S-in bərabərdir A vurulsun 2 minus 1 bölünsün 2 düsturundan yazmaq olmaz. Çünki burada başlanğıc sürət var. O başlanğıc sürətin olmadığı hal üçündür. Sükunət halı üçündür. Yəni onu gətirib yerinə qoyacaq olsaz cavabımız orada mənfi 1 alınacaqdır deyəsən, səhv eləmirəmsə. Aha. İndi əvvəlcə S-im neçədir? 2. 2 bərabərdir V0 vurulsun. Zamanım da 1'dir də görsənir. 1 üstə gəlinsin. Təcili bilmirəm. 1'in kvadratı bölünsün 2. Düzdür? Aha. İndi ikinci tənlik üçün yazıram. S-in 6 olduğu hal üçün yazıram. 6 bərabərdir V0 vurulsun 2 üstə gəlinsin. A vurulsun. A vurulsun. Deməli, A-nı vuracam nəyə? Zaman nə qədərdir? 2. 2'nin kvadratı bölünsün. Deməli, 2. İndi biz bu sistem tənlikləri, yəni gəlin bu tənliklərimizi sadələşdirək də. Birinci tənliyimiz nə şəkildə olacaq? Olacaqmı? 2 bərabərdir V0 üstə gəlinsin 0,5'a. Bəs ikinci tənliyimiz 6 bərabərdir. 6 bərabərdir 2V0 üstə gəlinsin 2'nin kvadratı 4. 4 A-nı 2'ye böləndə düşəcək 2A. Düzdür? Tənliklərimizi yazıq. İndi buradan yazıram tənliklərimizi yenidən. 2 bərabərdir V0 üstə gəlinsin 0,5 A bu elədir. 6 bərabərdir 2V0 üstə gəlinsin 2A da bu elədir. Düzdür? Bizə lazım olan nədir? Başlanğıc sürətimiz. Elə deyilmi? Aha. Ona görə mən birinci ifadəni ikincini bölə də bilərik. Amma özümüzü çətinə salmamaq üçün birinci ifadəni neçəyə vura bilərik ki, buradan A-larımız ixtisar getsin. Birinci ifadəni əgər biz 4'ə vuracaq olsaq, bu zaman baxın bu 2 eləyəcək, A-lar ixtisar edəcək. Düzdür? Aha. İndi buradan bu tənlikdən alınanı buradan yazıram da. 4'ü 2'ye vuracağım. 8 bərabərdir 4V0 üstə gəlinsin 2A. Düzdür? Aha. Yəni bu ifadəni 4'ə vurandan sonra gətirdik burada yazdıq. İndi bu sistem tənliyimdə sistem tənliyi kimi bu tənliyi həll edirəm. 8'dən 6'sını çıxıram. Tərəf-tərəfə çıxıram. Necə qalacaq? 2 bərabərdir 4V0'dan 2V0'dan çıxıram. Qalır 2V0. A-lar da hər tərəfdən gedəndə qalır 0. Buradan V0 bərabər olur 1 metr bölünsün saniyə. Sükunət vəziyyətindən x oxu boyunca hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Sükunət vəziyyətindən və x oxu istiqaməti. Bu cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikini çəkin və qrafikdən istifadə etməklə 4 saniyə müddətindəki yer dəyişməsini hesablayın. Aha. Deməli, sükunət vəziyyətindən V0 bərabərdir 0. Başlanğıc sürətimiz 0'a bərabər. X oxu istiqamətdə hərəkət edibdir. Təcil 2, zaman 4. Düzdür? Nə yazacağım? V bərabərdir A vurulsun T. Bərabər olacaq. 2 vurulsun 4 oldu 8. Deməli 4 saniyədən sonra cismin sürəti nə qədər olub? 8. X oxu istiqamətdə bərabər yeniləşən hərəkət elədi. Baxın 4 saniyədən sonra artıq burada cismin sürəti oldu 8 dedik. Düzdür? Daha sonra cisim 4 saniyədən sonra nə elədi? Başladı yavaşlayan hərəkət eləməyə. Yəni bu 8 metr bölünsün saniyə. Buradan sonra 4'dən 8'ə qədər olan zaman intervalının nədir? Başlanğıc sürətdə artıq 8'ə qədər sürətini artırdı. Daha sonra isə nə edəcək? 8'dən başlayıb azaldacaqdı geriyə doğru. Bu zaman V bərabərdir V0 minus AT. Yəni birinci hərəkətin son sürəti, ikinci hərəkətin başlanğıc sürəti qəbul olunur da, elə deyilmi? 8 çıxılsın, təcilimiz
2 zamanımız 4'dən 8-ə olacaq 4. Bərabər oldu 0. Deməli bu cisimimiz x ox istiqamətində 4 saniyə yeniləşən hərəkət etdi. Daha sonra isə x ox istiqamətində 4 saniyə yavaşlayan hərəkət edib dayandı. Sürətin bu zamandan asılılıq qrafiki v-ni t-dən ilk 4 saniyədə sürətin neçə elədi? 8. Yəni bura olacaq 4. Daha sonra isə endirdi sürətini 0-a. Düzdür? Burada olacaq nə? 8. Bu oldu bizim deməli sürətin zamandan asılılıq qrafiki. Bəs bu grafikin altında qalan fiqurun sahəsi bizə nəyi verir uşaqlar? Gedilən yol və ya yer dəyişməsini. Sx bərabərdir. Bu hansı fiqurdur? Deməli bərabər yanlı 3-bucaq. 2-də 1 AH bərabərdir. 2-də 1 vurulsun 8 vurulsun. Hündürlüyümüz də 8-dir. O da bərabər olacaq. Deməli 32 metrə. Aha, biz burada 32 metri ümumi 8 saniyə müddətindəki gedilən yer dəyişməsini tapdıq. Elə deyilmi? Amma bizdən isə şərtdə baxın. Deyir ki 4 saniyə müddətində yer dəyişməsini tap. Bu zamanda o da bərabər olacaq 16 metrə. Biz ümumi hamısını tapmışdıq yer dəyişməsinin. Şərtə isə diqqət eləsək. Deyir ki 4 saniyə zaman müddətindəki yer dəyişməsini hesablayın. Cavabımız oldu 16 metr. Cisim 0 T1 müddətində x ox istiqamətdə bərabər sürətli. T1 T2 istiqamətdə x ox istiqamətində bərabər yavaşlayan. T2 T3 müddətində x oxun əks istiqamətində modulca eyni təcillə bərabər yeniləşən hərəkət edir. Bu cismin sürətinin proyeksiyasına zamanla asılılıq qrafikini çəkin. Aha. Deməli biz əvvəlcə gəlin sürətin zamandan belə bir asılılıq qrafikini çəkək uşaqlar. Sürətin zamandan asılılıq qrafikini. Bizə əvvəlcə nə deyir? Deyir ki 0 T1 müddətində cisim necə hərəkət eləsin? X ox istiqamətdə bərabər sürətli. Aha. Nə gözəl. Oldu. X ox istiqamətdə bərabər sürətli. Bu bizim T1 zaman anımıza oldu. T1 T2'də x ox istiqamətində bərabər yavaşlayan. Yəni T2 müddətinə qədər x ox istiqamətdə bərabər yavaşlayan. Daha sonra isə modulca eyni təcillə. Bu nə demək? Yəni bu xətt nə belə getməsin, nə də belə düşməsin də. Yəni gəldiyi kimi də o bu istiqamətdə düz davam etsin. T2 T3 müddətində isə x oxun əks istiqamətində modulca eyni təcillə bərabər yeniləşən hərəkət etsin. Aha. Deməli bu da oldu nə? Bizim T3'ümüz. Yəni qrafikimiz olacaq bu şəkildə. İki metr bölünsün saniyə başlanğıc sürətlə düz xətlə bərabər yeniləşən hərəkət edən cismin sürətini 6 metr bölünsün saniyəyə qədər artırdıqda 8 metr yer dəyişmə icra etdi. Bu cismin sürətini həmin başlanğıc sürətdən 10 metr bölünsün saniyə sürətə qədər artırdığı zaman müddətində nə qədər yer dəyişmə icra edər? Deməli, başlanğıc sürətimiz var, son sürətimiz var və məsafəmiz var. Əvvəlcə nəyi tapa bilərik? Təcil əlbəttə ki. S bərabərdir V kvadratı minus V0 kvadratı bölünsün 2A. Buradan A-nı tapanda nə olacaq? V kvadratı çıxılsın V0 kvadratı bölünsün 2S bərabərdir. V'nin kvadratı eləyəcək 36 çıxılsın. V0'ın kvadratı 2'nin kvadratı eləyəcək 4 bölünsün 2 vurulsun məsafə də 8 metrdir. Bu zaman olacaq 36'dan 4'ün çıxanda 32'si 16'ya böləndə düşəcək 2. Deməli təcilimiz nə qədərdir? 2'dir. İndi bizə deyir ki, uşaqlar, baxın bu başlanğıc sürətdən sürətini bu sürətə, yəni 10 metr bölü saniyəyə çatdırana qədər nə qədər yer dəyişmə icra edir? Təcili tapdım. Bu zaman S bərabərdir V kvadratı minus V0 kvadratı bölünsün 2A. Əvvəlki verilənlərə görə mən təcil tapdım. İndi gedilən yol tapacağım.
V neçədir? Son sürəti veribdir 10. Onun kvadratı 100 çıxılsın. Başlanğıc sürətim 2. 2'nin kvadratı elədi 4. Bölünsün. 2 vurulsun 2. Bərabərdir. 96 bölünsün 4. O da bərabərdir. 24 metr. Deməli, neyniyər? Yol getmiş olar. Yenə deyirəm, əvvəlcə yuxarıda verilən 2 metr bölünsün saniyə sürətlə 6 metr bölünsün saniyə sürətə görə mən təcilimi tapdım. Daha sonra da deyir ki, 2-dən 10'a qədər bəs getdiyi zaman intervalında, yəni yer dəyişməni nə qədər icra eləyər? Onda da 24 metr icra etmiş olar. X oxucu hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq tənliyi 6-2t şəklindədir. Müşahidə başlanandan keçəndən 2 saniyə, daha doğrusu 5 saniyə müddətində bu cisim nə qədər yol gedir? Uşaqlar, sürətin düsturu necədir? 6-2t. Bu bərabər yavaşlayan hərəkətdir. Sürət olacaq, son sürət olacaq 0. Buradan t-ni tapanda olacaq 3 saniyə. Düzdür? Deməli, mən bu cisim 3 saniyə bərabər yavaşlayan hərəkət etdi, dayandı. Bizə isə ümumi zaman nə qədər veribdir? 5 saniyə. Elə deyil. Bu 5 saniyənin 3 saniyəsi oldu t tormozun. Yerdə qalan isə nə qədər oldu? 2 saniyə. Deməli, 3 saniyə müddətində bərabər yavaşlayan hərəkət edib dayanacaq. Daha sonra isə x oxunun əksinə bərabər yeniləşən hərəkət eləyəcəkdir. Niyə x oxunun əksinə olduğunu dedim? Çünki başlanğıc sürəti müsbətdir, təcili mənfidir. Baxın tənlikdə. Cisim 3 saniyə müddətində x ox istiqamətdə gedib dayanacaq. Daha sonra isə növbəti yerdə qalan 2 saniyəndə x oxunun əksinə sükunət vəziyyətindən bərabər yeniləşən hərəkət edəcək. İndi yazıram. S tormoz bərabər dayanana qədər getdiyi yolu necə taparam? V0'ın kvadratı bölünsün 2a. V0'ım 6'dır. Eləyəcək 36 bölünsün. Təcilüm də 2'dir də. T'nin qarşısı 2'dir. Olacaq ki, bərabərdir. 9 metr getdi. Elə deyilmi? Dayandı. Daha sonra sükunət vəziyyətindən V0 bərabərdir 0. Hərəkətə başlayırsa nə yazarsan? AT kvadratı bölünsün 2. Bu hərəkəti neçə saniyə müddətində davam etdirəcək? 2 saniyədə. 3 saniyə müddətində dayanmasına sərf olundu bunun. Lap bu yuxarıdakı düsturun yerinə V0T minus AT kvadratı bölünsün 2 də yazsaq, yenə cavabımız 9 olacaqdır. Aha, təcilimiz 2'dir. Vurulsun. Yerdə qalan zaman müddətimiz 2 saniyədir. 2'nin kvadratı bölünsün 2. Bərabər elədi. Yəni, baxın, bu artıq yerdə qalan zaman buraya yazırıq. Oldu 4 metr. Əvvəlcə 9 metr yol getmişdi. Daha sonra isə 4 metr yol getdi. Ümumilikdə bir yerdə neçə metr yol getdi? 13 metr yol getmiş oldu. Cisim 5 saniyə müddətində bərabər sürətlə A -2,5 nöqtəsindən B6,1 nöqtəsinə hərəkət etdi. Koordinatları metrlə ifadə olunub. Onun sürətlə modunu hesablayın. Deməli, əvvəlcə şöyle gəlin belə bir dənə biz koordinat müstəvimizi çəkək. Y və X. Aha, əvvəlcə hardan hərəkətə başlayıb? -2, buna deyək -2 və -5. Aha, -5'i buradan yazırım. Daha sonra bunları qırıq-qırıq xətlə birləşdirdik. Ondan sonra isə müsbət 6 və 1. Müsbət 6 və 1. Bu şəkildə yazdıq. İndi bu zaman sözsüz ki, biz burada orta sürət nəyə görə tapacağıq? Yer dəyişməyə görə. Elə deyilmi? Aha. Bax. Yer dəyişmemiz başlanğıcdan sonra çəkilmiş, istiqamətlənmiş düz xətt parçası. Düzdür? İndi fikir verəcək biz nəyə? Bu hissəni də burayla belə birləşdirsək, bu şəkildə birləşdirsək, 2 metr burada, 6 metr də burada. Bu hissə nə qədər oldu? 8. Düzdür? 1 burada, 5 də burada.
Nə qədər oldu? 6. Deməli bu hissədə oldu 6. Buradakı düzbucaqlı üçbucağımıza görə bu zaman katetlərin köçərtə kvadratları cəmi SX-imiz nəyə bərabər olacaq? 10 metrdə. Yəni yer dəyişməmiz, baxın bu yer dəyişmə olacaq 10 metr. Buna görə də V orta bərabər olacaq. S ümumi bölünsün T ümumi, yəni SX bölünsün T ümumi. 10 bölünsün 5 bərabərdir 2 metr bölünsün saniyə. Cismin hərəkət tənliyi x bərabərdir 20 plus 6t minus t kvadratı şəklindədir. Müşahidə başlanan andan keçən 5 saniyə müddətində cisim necə hərəkət edir cavabınızı əsaslandırın. Aha, yazacağım necə? Deməli, 5 saniyə sonra deyir. X bərabərdir 20 plus 6t minus t kvadrat. Mən görürəm ki, bu cisimim x istiqamətdə bərabər yavaşcan hərəkət edir. Koordinatın zamana görə birinci tərtib törəməsi mənə nəyi verir? Sürəti. Düzdür? Koordinatdan törəmə alaram və 20-nin törəməsi 0, 6t-nin törəməsi 6 çıxılsın. T kvadratın törəməsi də eləyəcək 2-dir. Dayanacaqsa son sürət 0-a bərabərdir. T bərabərdir nəyə? 3 saniyə oldu mu? Lap istəsəz bunu T tormuz bərabərdir V0 bölünsün A yazılır. V0'mız 6'dır. Təcillə T kvadratın qarşısını 2'yə vururuq. 1'dir. Olacaq 2'yə vuranda 2. Bərabər olacaq 3 saniyə. Deməli bu cisim nədir? 3 saniyədə dayanır. Bunun hər ikisi tormuz müddətini tapmaq üçündür. Bəs bizə nə deyir? Bizə də şərtdə veribdir ki, T bərabərdir 5 saniyə. Düzdür? 3 saniyəsini dayandı. Yerdə qalan nə qədər oldu? Oldu 2 saniyə. Düzdür? Cisim hansı istiqamətdə gedirdi tənliyə baxanda? Gördük ki, x istiqamətdə bərabər yavaşcan hərəkət edir. Deməli, bu cisimimiz ilk 5 saniyənin ilk 3 saniyəsini x oxu istiqamətində bərabər yavaşcan hərəkət edib dayanır. Yerdə qalan 2 saniyəni isə x oxunun əksi istiqamətində deməli nə edir? Yeniləşən hərəkət etmiş olur. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyası zamanı asılı qrafik verilmişdir. Hansı zaman anlarında bu cismin hərəkət istiqaməti və təcilin proyeksiyasının işarəsi dəyişmişdir? Bunu biz geniş olaraq baxaq, daha sonra isə sonda qısa izahını deyəcəm. Baxırıq qrafikimizin birinci halına. Birinci halda, yəni 0 T1 zaman intervalında cisim x oxunun əks istiqamətində necə hərəkət edir? Bərabər yeniləşən hərəkət edir. Yəni sürətin mənfi, təcilin mənfidir. Daha sonra T1-dən T2 olan zaman intervalında sürət nə edir? Get-gedə azalır. Sıfıra yaxınlaşır. Olacaq nə? X oxunun əks istiqamətində gedir. Amma bərabər yavaşcan hərəkət edirsə, deməli təcil müsbət olacaqdır. T2, T3 intervalında T2-dən T3-ə sürət müsbət, get-gedə artır. Deməli x ox istiqamətində nə edir? Bərabər yeniləşən hərəkət edir. Sürətin işarəsi müsbət, təcilin işarəsi müsbət. Burada dəyişmədi. T3, T4 zaman intervalında isə sürət müsbətdir. Amma get-gedə nə edir? Sıfıra yaxınlaşır. Baxın, sıfıra düşür. Sıfıra yaxınlaşıb uzaqlaşmanı, yenə deyirəm, sürətin qrafikində biz deyə bilirdik. Öyle deyilmi? Bu zaman sürət müsbətdir. Yəni, müəyyən bir sürətimizin işarəsi müsbətdir. Yavaşan hərəkət edirsə, təcilin işarəsi mənfidir. Deməli, təcil hansı zaman intervalında bir T1-də işarəsini dəyişdi, bir də T3-də işarəsini dəyişmiş oldu. İndi biz buna necə baxa bilərik uşaqlar? Təcilin proyeksiyasının müsbət və mənfi olmasını hardan bilirdik? Qısa yol olaraq onu deyə bilərik ki, demişdik ki, əgər sürət zaman qrafikində, başqa qrafikdə yox.
Xətlərin ağzı yuxarı olarsa da cismin təcilinin işarəsi müsbət, aşağıya doğru olarsa da mənfidir. İstər birinci rübdən olsun, istər dördüncü rübdən, fərqi yoxdur. Xətlər yuxarıya doğru olarsa təcilin işarəsi müsbət, xətlər aşağıya doğru olarsa təcilin işarəsi mənfi olmuş olacaq.